Salam əziz balalar. Bugünkü dərsimizin mövzusu yenə də hekayənin yazılması olacaq. Əgər xatırlayırsınızsa, biz ötən dərsimizdə hekayənin yazılması ilə bağlı təlimatla tanış olmuşduq və bununla bağlı sizə bir neçə tövsiyələr vermişdik. Bu dərsimizdə də biz yenidən hekayə yazacağıq. Həmin təlimatdan istifadə edəcəksiniz. O cümlədən sizə verəcəyim əlavə məlumatlar da olacaq. Tapşırığın şərtində qeyd olunur ki, kimsəsiz bir adaya tək düşmüş Robinzon Crusoe haqqında hekayə yaz. Bunun üçün sizə hekayənin planı təqdim olunur. Plandakı ardıcıllıqlara uyğun hekayəni tərtib edərsiniz. Gəminin qəzaya uğraması, Robinzon Crusoe'nun tək adaya düşməsi, Robinzonun adada rastlaşdığı problemlər, Robinzonun problemləri həll etməsi və Robinzonun vətəninə qayıtması. Hekayəni yazmazdan əvvəl sizə Robinzon Crusoe haqqında məlumat vermək istəyirəm. Məşhur İngilis yazıcısı Daniel Defoe 17-18-ci əsrlərdə yaşamışdır. O bir çox əsərlərin müəllifidir. Onun ən məşhur əsəri isə Robinzon Crusoe olmuşdur. Yazıcı bu əsərdə qəza nəticəsində adaya düşən bir insanın adadakı həyatından bəhs edir. Əsərin qəhrəmanı Robinzon Crusoe'dur. O iradəli, dözümlü, yaradıcı insandır. Əsər Robinzon Crusoe'nun adada rastlaşdığı problemlərdən, onları necə həll etdiyindən, 28 il adada yaşayandan sonra oradan xilas olub öz vətəninə qayıtmasından bəhs edir. Yəqin ki, müşahidə etdiniz, bu mətnin məzmunu da elə bizim oxuduğumuz Mr. Smith'in ixtirası mətnin məzmununa oxşuyur. Və bu oxşarlıq sizə hekayəni qurmaqda kömək olacaq. Hekayənin planından, mənim təqdim etdiyim məlumatdan istifadə edərək asanlıqla hekayəni yazmağınızdan əminəm. Burada dərsimiz bitdi. Növbəti dərsimizdə görüşərik. Hələlik.